Mən məcbur oldum indi üçüncü hissəyə də keçəyim. Çünki yenə gördüm ki, vaxt getmədi. Vaxt elə uçdu getdi. İndi məcburam ki, gəlim keçim. Davam edək indi hansı ayda qaldıq. Deməli, Adəmə öyrədir bütün şeylərin adlarını. Hə, indi müfəssirlər deyir ki, bəziləri deyir bu yer, bu göy, bu belə. Bu izahat alınmır. Niyə? Çünki ona görə alınmır ki, belə götürək də, əgər mələklər yer, göy, o, bu, bulan adını bilməsəydi, mələklər ümumiyyətlə deyə bilməzdi ki, sən harda, orada, yerdə fitnə fəsad törədəcək, qan tökəcək, kəsmi yaratmaq istəyirsən. Ümumiyyətlə mələk danışa bilməzdi. Bir şeyi danışmaq üçün onun adını bilməlisən. O nəinki yeri bilir, yerin adını bilir, fitnə fəsadı bilir. Bizdən öncə gələnlər ki, burada yaşayıb, yəqin ki, ayələr gəlib, yəqin ki, onları da nəsihət gəlib, yəqin ki, onları da mələklər aşağı düşüb, yuxarı çıxıb. Yəni bu galaktikaların arasında, bu günəşin arasında, bu ayın, nə bilim, ulduzların arasından düşüb gəliblər, çıxıblar, düşüblər, gediblər, gəliblər. Bu mümkün deyil ki, gəlsin, keçsin, baxsın, şokla ki, bu nədir bu? Bu nə ışıqdır, bu nə hilaldır, bu nədir? Belə ola bilməz. Onlar hamısının adlarını bilirdilər və gözəl, bizdən də daha gözəl bilirlər ki, ay nədir, gün nədir, işıq nədir, nə bilim, o nədir, bu nədir? Və deyir ki, hətta nəinki onu bilirdilər, deyir, fitnə fəsad törədəcək. Fitnə fəsad bilir nədir? Fitnə fəsad bilmək, yəni o fitnə fəsad törədəcək bir şeyi də bilmək deməkdir. Əgər fitnə fəsad sözünün adını çəkirəmsə, demək, onu törədəcək şeyləri də mən bilirəm ki, bu fitnə fəsad sözünü işlədirəm. Və deyir ki, hətta insan orqanından belə, orqan, deyir, qan tökəcək, qanından da danışırlar. İnsan hələ yaranmayıb. İnsan qanından da danışırlar. Fitnə fəsad törədəcək və qan tökəcək, kəsmi yaratmaq istəyirsən. Deməli, bizdən öncə məxluqlar olub, qan töküblər, onların da qanı olub, onlar da torpaqdan yaranıb, onların da yəni şeydən olub, fitnə fəsadları olub və s. şeyləri olub və onlardan artıq onlar optik başa düşürdülər, bilirdilər ki və bilirlər ki, bura çəpə olan yerdir, bura aşağı olan yerdir. Buradan keçib sonra gedirsən digər etapa, yuxarı. Buradan da keçmək üçün indi biz məsəl üçün deyək ki, hamımız Allahın izni ilə olsaydıq indi cənnətdə, günü bu yöndən ya sabahdan, Allah bizə desə ki, mən bir məxluqun adını çəksin ki, yeni bir məxluq, belə bir məxluq yaratmaq istəyirəm. Artıq biz bilirik ki, yerdədirsə, biz bilirik ki, artıq onlar imtihana gedirlər. Bizim keçdiyimiz yerdən keçəcəklər. Bizim keçdiyimiz fitnə fəsadı, imtihan, sıxıntı, problem, müharibə və s. bir çox belə bir şeylərdən keçəcək. Artıq xəbərdar olacaq. Niyə? Çünki biz buradan artıq keçmişik. Biz artıq bunu bilirik. İndi mələklər də bunların hamısını bilirdilər. Ümumiyyətlə, mələk əgər bir şeyin adını bilməsə, ümumiyyətlə danışa bilməz. Sən mənə əgər Yapon dilində desəsən ki, de mənə ki, gəl gedək sabah, məsəl üçün deyək ki, gəl gedək sabah, nə bilim, harasa, bir yerə, meşəyə. Mən gələ bilim ki, meşə nədir, gəl nədir, gedək nədir, sabah sözü nədir, bütün bunların hamısını bilim bu cür sözləri. Sonra ondan cümlə qurum danışam. Yoxsa mən bilmirəmsə, mən danışa bilmərəm. İndi mələk əgər heç nə bilmirsə, adları bilmirsə, ümumiyyətlə danışa bilməz. Əgər danışırsa, demək onların adını bilir ki, Allahla ünsiyyət edib danışır. Bu. İndi, götürək indi nəyi? Mələklər, demək, bəs neyin adlarını mələklər bilmir? Demək, mələkləri Allah Adəmi ki yaradır, hara salır onu? Hara deyil ki, cənnətə. Cənnətdə də nə var? Cənnətdə ancaq meyvələr var. Düzdür? Ancaq meyvələr. Yemək, içmək, meyvə. Yemək, içməkdir. Onlar, həmin mələklər də cənnətdə olan o yeməklər ki var, o yeməklərin burada bir əsmə ərəb dilində bir şeyin Allahın, məsəl üçün, Əsma-ül Hüsna, gözəl adları. Məsəl üçün, bu ad, hər adın öz nəyi var? Sifəti var. Yəni, daşıyacağı bir sifəti var. Güclü, qüdrətli, görən, eşidən, bilən. İndi bu nə ki göstərilir onlara? Onların da Allah deyir ki, əsması var, sifəti var. Və mələklərə deyir ki, mələk deyir, mən bilmirəm. Adəmə öyrədir. Adəmə də necə öyrədir? Adəmə bir saymağa ehtiyac yoxdur. Bunu gələ, bu budur, bu odur, bu odur, bu budur. Ehtiyac yoxdur bir adını deməyə. Necə ki, Allah uşağı öyrədir doğulanda, verir ona limonu, içləyir, üz-gözünü yığır, bilir ki, turşdur. Almanı yiyir, bananı yiyir, acını yiyir, şirini yiyir, turşu yiyir. Bilir ki, artıq və Allah bizə nə ilə öyrədir? Yeməyimizlə öyrədir ki, hansı meyvə turşdur, hansı şirindir, hansı nədir, hamısını bizə bu vasitələrlə öyrədir. İndi, Adəm Peyğəmbəri də ki, cənnətə salır, cənnətə salanda Adam o bütün meyvələrdən dadır. O dadmaqla artıq Allah ona öyrətmiş olur ki, o dadıb ki, yiyir, artıq ona öyrətmiş olur ki, bu şirindir, bu turşdur, bu acıdır, bu meyxuşdur və s.
Melekler ise bunları bile bilmez. Niye? Çünkü melekler yemir. Onu hardan bilirsen yemir? Özündən, yox özündən deyil. O da yenə Quranın ayəsindən. Hansı ayəsindən? Yenə də Quranda 11-ci surənin 70-ci ayəsində Allah buyurur ki, əgər indi vaxt gedəcək baxsaq, istəyirsiniz baxaq yəni. İndi bəziləri birdən şübhə eləyər ki, harda var, elə bir şey var. Var. Deyir ki, həqiqətən elçilərimiz İbrahimə müjdə ilə nə etdilər? Müjdə gətirib salam dedilər. Salam dedilər. O da salam dedi cavabında. Və dərhal qızarmış bir buzov gətirdi. Onların əllərini ona uzatmadığını gördüyü vaxt nə etdi? Onların xoşuna gəlmədi. Onun xoşuna gəlmədi. Qorxuya düşdükcə sıxıldı. Onlar əllərini oraya uzatmadığını gördüyü vaxt nə etdi? Xoşuna gəlmədi. Qorxdu, çəkindi, onlardan qorxuya düşdü. Onlar da bunu başa düşdü, hiss elədi, anladı və dedi ki, qorxma. Biz Lut tayfasına göndərilmişik. Yəni buradan başa düşdük ki, indi burada İbrahim peyğəmbər niyə qorxuya düşdü? Burada indi iki dənə versiya var. Əgər baxsaq ərəblərin tarixinə, ərəblərin tarixində belə bir şey vardı ki, əgər bir adamın evinə geçsən, məsəl üçün yol keçirsən, müsafirsən, gəlib müsafir qapıya, məsəl üçün əgər müsafir gələndə qapıya girir ki, içəri, sən ona yemək gətirib gəlirsən dərhal, yemək verirsən. O yeməyi ona verəndə sən nə edirsən? İbrahim durur gedir yemək gətirməyə. Ərəb gedirdi yemək götürməyə, həm də silahlanırdı. Silahlanırdı ki, o oradan anlayacaqdı ki, əgər ərəb əlini uzatsa süfrəyə, yesə o yeməyi, demək ona heç bir qorxu yoxdur, sıxıntı yoxdur. Onu nə qarət eləməyəcək, nə öldürməyəcək. Əgər uzatmasa, demək onu qarət eləməyə gəlir. Artıq özünü müdafiə eləməyə qalxardı. Və ərəblərdə belə bir şey vardı ki, onlar çox qəti, sərt idilər elə bir, yəni öz adətlərində, ənənələrində. Heç vaxt pozmazdılar. Əgər qonağın evinə gəlibsə, əlini uzadıbsa süfrəyə, ona heç vaxt zərər verə bilməzdi. Onlara haram idi elə bir şey. Onlar bunu ağır şey bilirdilər. Və yaxud da ki, indi o da ola bilərdi ki, həmin vəziyyətdə gördü ki, əlini uzatmır. Demək, bunlar əlini uzatmırsa, çörək bölmək istəmirsə, demək, bunlardan buna təhlükə gələ bilər. Belə bir versiya var. Amma mən o tərəfinə yox, bu tərəfinə baxıram ki, İbrahim peyğəmbər ki, peyğəmbər idi. O xəbərdar idi ki, mələklər yemir. Və onlar ki, əlini uzatmadığı halda başa düşdü ki, bu insan qiyafəsində olan mələkdir. Bu insan deyil ki, yemək yemir. Və mələk hələ belə gəlməz. Burada elçilərimiz deyir Cəm. Yəni bir dənə mələk yox, bir neçə mələkdir. Bir neçə mələk də gəlibsə, bunlar bir-birinə yardımlaşıb bir qövmü dağıtmağa, məhv etməyə nəyəsə görə gəliblər. Bunlar yəni hər hansı bir xəbəri verib getməyə gəlməyiblər. Xəbəri verib getməyə bir nəfər, bir dənə mələk, məsələn Cəbrail mi deyək, bir mələk kifayət edər. Belə desək. Amma bir bəla verməyə, bir qövmü məhv etməyə gələndə bir neçə mələk gəlirdi. O da artıq gördü ki, bir neçə mələkdir, qorxuya düşdü. Başa düşdü ki, burada nə var? Burada hansı bəlanı gətiriblər, ona görə qorxuya düşdü. Onlar da onu sakitləşdirir ki, qorxma. Qorxma, biz Lut qövmünə gəlmişik. İndi burada Lut qövmünə gəlib, sonra İbrahim peyğəmbər başladı onlarla mübahisə eləməyə, yəni şəfayət etməyə qalxır İbrahim peyğəmbərdə. Həmin qövmü. Gördü Lut var, orada bu var, orada o var, bəlkə bu, belə bir mövzu. Onlar da deyir, mübahisədən əl çək və s. ora, bura. Bu mövzu inşallah şəfaət mövzusu olanda bura mütləq toxunarıq, inşallah. Gələr ora. İndi hələ ki, qaydaq öz mövzumuza. Biz buradan indi bu ayədən nə başa düşdük? Bu ayədən başa düşdük ki, mələklər demək nə eləmir? Yemək yemir. Mələk də yemək yemirsə, mələk heç vaxt bilə bilməz ki, onun bir meyvənin sifətini bilə bilməz. Adını bilə bilər. Məsəl üçün belə bir var ad, bir var sifət. Bir var ki, bir şeyin ismi, bir var bir şeyin sifəti. Adını bilərəm limon, amma ola bilər. Məsəl üçün mən Dubayda olanda mən gördüm, elə bir meyvələr gördüm ki, orada elə bir yerdəydim, elə bir meyvələr gördüm ki, heç mən nə internetdə, nə heç bir yerdə, nə canlı, nə də efirdə belə bir meyvə, belə bir şeylər, tərəvəz görməmişdim. O qədər çeşid meyvələr, o qədər əcaib rənglər, cürbəcür meyvələr vardı ki,
Mən o yaşda mən heç nə görməmişdim, nə bilmirdim, nə xəbərdar değildim, ta ki canlı gördüm. İndi ola bilər. Məsəl üçün bir meyvənin adını biləsən ki, bu ay mənə filan meyvədir. Amma onun sifətini bilməyəsən ki, bu turşdur, şirindir, yoxsa nədir. Bunu da bilmək üçün gərək yeyəsən onu. İndi mələklər yemirdilər. Onlar yeməklə bizim kimi fiziki deyirlər ki, onlar həmin meyvələrdən yesinlər. Adəm isə cənnətdə hər şeydən yeyirdi. İstəyir quş ətindən tutmuş bütün meyvələrinə qədər. Və o artıq bilirdi ki, hansı turşdur, hansı şirindir, hansı yağlıdır, süd, bal. Allah Quran deyir ki, baldan irmaqlar axar, süddən nəhirlər axar, şərablar, nə bilim, onlar axar, baş ağrıtmayan və sərxoş etməyən şərablar. Bu arada onu da deyim. Yəni ki, buradan bunu götürürük ki, bunu başa düşürük ki, mələklər ona görə onların adlarını bilmirdilər. Və Adəm onlara bir məsələn deyək ki, göstərir ki, bu limondur, bu turşdur. Hər meyvənin də əgər dərinliyinə geçsəz, baxıb görərsiniz ki, limon olsun, turş deməkdir. Kötüyünə, kənatına gedin, əvvəl ilk yaranan sözünə turş sözündən götürüləndir. Ya hər hansı bir şirin meyvəni, biberi, neysə götürsəz, bütün meyvələr, bütün tərəvəzlər öz sifətlərindən götürülən adlardır. Ki başqa ayələr var ki, Allah Quranda deyir ki, məsəl üçün belə götürək bu ayəni. Allah Quranda deyir ki, 7-ci surədə də var, ondan sonra başqa surələrdə də var ki, Allah Quranda deyir ki, siz o bütlərə ki, adlar verirsiniz. Məsələn, Lat, Uzza, Mənat və s. cürbəcür. Onlar deyirlər ki, biri, nə bilim, Ruzi Allahıdır, biri evlad verir, biri dəniz Allahı, biri, nə bilim, buğda Allahı, nə bilim, nə Allahı, belə adlar qoyurdular. Külək Allahı və s. Allah da deyir ki, onlar, o sizin iddia etdiyiniz o deyir sizin zənninizdir. Onlar o qoyduğunuz adlara, onlar deyir o adlara malik deyirlər. O isimlərə, o sifətlərə ki, onlara siz qoyursunuz ki, ruzu verən. O, həmin o sifətə, o ismə malik deyil. Sadəcə deyir, o addır ki, siz onları yapışdırıb qoyursunuz. Hansı ki, o sifətə o malik deyil. İndi, buradan onu başa düşdük ki, həmin bu əsma sözü orada keçir. Ki, o bütə qoyduğun əsma var ha, sifət var ha, isim var ha. O deyir, həmin o Latdu, Uzzadu, Mənatdu və s.dir və s. şirk qoşduqlarımız ki var, onlar heç biri o sifətə malik deyil. Yəni, nə ruzu verə bilməz, ruzu verən deyil, nə evlad verə bilməz, nə qeyri şey verə bilməz. Bunlar hamısı sizin yalan atalarınızın və sizin uydurub özünüzdən zənn edib iftira yaxdıqlarınızdır. Allah heç bir şey bu haqda deyir, nazil etməmişdir belə bir şey. Dəlilimiz yoxdur. Dəlil endirməmişdir. İndi deməyim odur ki, Adəm də bunları yediyinə görə bunlara bu adları, bu isimləri rahatlıqla bildirdi, başa saldı ki, hə, bu turşdur, bu şirindir, bu acıdır, bu yağlıdır, bu nəmlidir, bu və s. Belə onlara izah elədi. Yəni, bugünkü vaxtımız yenə görürəm bitdi. Yəni, Quran oxuyanda Allahın izni ilə hər şeyin dərinliyinə getmək lazımdır, nə mənada? Yəni ki, Quranı əgər tam oxusan bilsən, bu ayəni oxuyanda dərhal digər ayə ilə tamamlanacaq. Başa düşəcəksən ki, yəni Quran ayəsi özü sənə digər ayəsi ilə sənə cavabı verəcək. Yəni, sənə sualın cavabını tamamlayıb, sənə sualın cavabını verəcək. Odur ki, mən birinci özümə, sonra da sizə tövsiyə dönə-dönə eləyirəm ki, Quran oxuyun, Quran oxuyun, Quran oxuyun. Mütləq Quran oxuyun. Yəni, Quran oxumadan heç bir elmə çatmaq mümkün deyil. Allaha yaxınlaşmaq mümkün deyil. Namaz qılmaq mütləqdir, Quran oxumaq mütləqdir və zikr etmək daim Allaha mütləqdir. Bunların üçü hər günlük bir işdir. Bunsuz mümkün deyil.